ABŞ ölkənin ən böyük neft ixracı terminallarından birinin yerləşdiyi İranın Xarq adasını nəzarətə götürə bilər. Bu barədə Ağ Ev rəhbəri Donald Trump NATO sammiti çərçivəsində jurnalistlərə bildirib. Biz Xarq adasına zərbə endirdik. Mən dedim ki, neftə toxunmayın. Çünki biz Xarqı nəzarətə götürə bilərik və onlar bununla bağlı heç nə edə bilməyəcəklər. Tapşırdım ki, boru kəmərlərini vurmayın. Qalan hər şeyi məhv edin və onlar zərbə endirdilər, deyə Trump açıqlamasında vurğulayıb. Onun sözlərinə görə əməliyyat zamanı Amerikalı hərbiçilər 28 kiçik İran katerinə zərbələr endiriblər. Trump həmçinin əlavə edib ki, razılaşma olmadan belə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq mümkündür. Stat: İran nüvə silahına malik olmamalıdır. Biz bunu razılaşmasız da edə bilərik və bu daha asan olar. Onlar yalan danışır və fırıldaqçılıqla məşğul olurlar. Statın sonu. ABŞ və İran arasında əldə olunan memorandumun ləğvinin etirafı, eləcə də yeni provokasiyalar regionu bir daha oda atır. Bunu isə İranın ali rəhbərinin müşaviri Əli Əkbər vilayəti X hesabında yazıb. O, İranın hər cür avanturizmə dərhal cavab verdiyini və bundan sonra da verəcəyini bildirib. Vilayəti memorandumun pozulmasının bütün məsuliyyətinin ABŞ-nın üzərində olduğunu vurğulayıb. O, müvəqqəti cəhbənin sabiq ali rəhbər Əyətullah Seyid Əli Xamneyinin intiqamını almaq tələbini xatırladaraq, onların regionu ABŞ qüvvələrindən təmizləmək üçün barmağının tətikdə olduğunu diqqətə çatdırıb.